Son dəqiqə vacib bir məlumatı nəzərinizə çatdırırıq. Belə ki, Naxçıvan şəhərindəki hərbi hissələrin birində güclü yanğın başlayıb. Doğru Xəbər Azərbaycan Azərtaca istinadən xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən dəstələri və polis əməkdaşları hazırda hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumatlar veriləcək. Milli Hidrometeorologiya Xidməti avtomobil yollarında görmənin məhdudlaşacağı ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, martın 2-də rayonlarda gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq. Odur ki, sürücülər son dərəcə ehtiyatlı olmalı və ara məsafəsini qorumalıdırlar.